Salam əziz dinləyicilər. Mən Rəhim Süleymanov, Heydər Əliyev adına müasir təhsil kompleksində Kimya kafedrasının müdiriyəm. Bugünkü dərsimiz azot, azotun fiziki və kimyəvi xassələri mövzusudur. Əvvəlcə azotun molekul quruluşu ilə tanış olaq. Azot molekulu 2 atomludur. Onun kimyəvi formulu N2-dir. Siz artıq bilirsiniz ki, azot atomu 3 tək elektrona malikdir. Azot molekulu yaranarkən, hər bir azot atomu hər 3 tək elektrondan istifadə edir. Tək elektronlar biri-biri ilə qoşalaşaraq 3 qat kovalent rabitə əmələ gətirirlər. Azot molekulunda qeyri-polyar, kovalent 3 qat rabitə mövcuddur. Azot ilk dəfə 1772-ci ildə İngilis alimi Rutherford tərəfindən kəşf olunmuşdur. Şeyeli, Priestley, Cavendish və Lavoisier kimi məşhur alimlər onun xassələrini tədqiq etmişlər. İlk dəfə 1787-ci ildə Lavoisier bir sıra alimlərlə birgə azot terminini istifadə etmişdir və bu söz Yunanca həyatsız mənasını verir. Lakin bu təklifdən heç yarım əsr keçmədi ki, azotu züralların tərkibində aşkar etdilər. Beləliklə məlum oldu ki, nəinki azot həyatsız elementdir, azotsuz həyatın özü yoxdur. Azot havada sərbəst halda olur və havanın həcmcə 78%-ni təşkil edir. O, az miqdarda nitratlar şəklində torpaqda da olur. Bunlar natrium nitrat, Çili şorası, kalium nitrat, Hindistan şorası və kalsium nitrat, Norveç şorasıdır. Azot həmçinin zülallı maddələrin tərkibinə daxildir. İndi azotun fiziki xassələrini öyrənək. Azot rəngsiz və iysiz qazdır, havadan bir qədər yüngüldür. Suda həll olması cüzidir. Belə ki, onun suda həll olması oksigendən azdır. Azot bərk halda molekulyar kristal qəfəsinə malikdir. Buna görə də onun ərimə və qaynama temperaturu aşağıdır. Azotun ərimə temperaturu -210 dərəcə Selsi, qaynama temperaturu isə -195 dərəcə Selsidir. Azot 3 qat rabitəsinin kifayət qədər davamlılığı, qeyri-polyarlığı və zəif polyarlaşması bu molekulun yüksək kimyəvi təsirsizliyini şərtləndirir. Buna görə də azot təbiətdə sərbəst halda N2 molekulları şəklində mövcud olur. Dəmir katalizator iştirakında, qızdırılma şəraitində azot qazı hidrogen qazı ilə reaksiyaya daxil olur. Reaksiya nəticəsində əmələ gələn amoniak qazı həmin şəraitdə davamsız olduğu üçün onun bir hissəsi parçalanır və reaksiya dönər xarakter alır. Otaq temperaturunda azot qazı yalnız litium metali ilə qarşılıqlı təsirdə olur və bu zaman ion birləşməsi olan litium nitrit əmələ gəlir. 2000 dərəcə Selsi temperaturda elektrik qövsündə azot qazı oksigen qazı ilə qarşılıqlı təsirdə olur. İstiliyin udulması ilə baş verən bu reaksiyada azot monooksid əmələ gəlir. Həmin şəraitdə əmələ gələn azot monooksid termiki davamsızdır və onun bir hissəsi parçalanır. Ona görə də bu reaksiyada dönən xarakterli hesab olunur. Atmosferdə şimşək çaxanda elektrik boşalmalarının təsiri ilə sonuncu reaksiya dəfələrlə təkrar olunur. Azot digər metal və qeyri-metallarla yüksək temperaturda reaksiyaya girir. Məsələn, azot qazı yüksək temperaturda kalsium metalı, karbon və bor ilə qarşılıqlı təsirdə olur. Bu zaman uyğun olaraq kalsium nitrit, disiyan qazı və bor nitrit əmələ gəlir. Ərimə temperaturu 3000 dərəcə Selsi olan bor nitrit kimyəvi pasiv birləşmədir. Onun texnikada çox müxtəlif tətbiq sahələri mövcuddur. Laboratoriyada azotu amonium nitritin parçalanmasından almaq olar. Lakin bu üsul əlverişli deyil. Belə ki,
Davamsız maddə olan ammonium nitriti laboratoriya şəraitində uzun müddət saxlamaq mümkün olmur. Ona görə də müasir dövrdə laboratoriyada azotu almaq üçün natrium nitrit ilə ammonium xloridin doymuş məhlullarının qarışığı qızdırılır. Reaksiya nəticəsində alınan azot qazı su üzərində toplamaqla yığılır. Azotu laboratoriyada mis-2 oksidi ammoniakla sərbəst misə qədər reduksiya etməklə də almaq olar. Bunun üçün közərdilmiş mis-2 oksid üzərindən ammoniak qazı keçirirlər. Reaksiya nəticəsində cəhrai rəngli mis metalı alınır, həmçinin azot qazı və su buxarı ayrılır. Azot qazı əsasən ammoniakın sintezində, ammoniak isə nitrat turşusunun və azotlu kübrələrin istehsalında tətbiq edilir. Azot qazından həmçinin kimyəvi proseslər aparılarkən inert mühit yaradılması üçün istifadə olunur. Gündəlik həyatımızda azot qazının tətbiqini biz həmişə görə bilərik. Məsələn, elektrik lampalarını vakuum altında azot qazı ilə doldururlar ki, wolfram telin oksidləşməsinin qarşısı alınsın və onun işləmə müddəti artsın. Digər tərəfdən, yüksək dərəcədə böyütmə qabiliyyətinə malik olan hərbi binokullarda da inert mühit yaratmaq üçün azot qazı istifadə olunur. Mayo azota gəldikdə isə o daha çox tibbdə, elmi tədqiqat laboratoriyalarında və soyucu sistemlərdə tətbiq olunur. İndi isə mövzuya aid bir neçə test tapşırığına baxaq. Birinci test tapşırığında verilir ki, 100 litr azot və hidrogen qazları qarışığı reaksiyaya uğradıldıqdan sonra 75 litr qazlar qarışığı əmələ gəlmişdir. Alınan son qarışıqda ammoniak qazının həcminin hesablanması tələb olunur. Ammoniakın sintezi reaksiyasının tənliyini yazıb, həcm dəyişikliyinə görə məsələni həll edirik. Reaksiya tənliyindən görünür ki, həcm 2 litr azalanda 2 litr ammoniak qazı əmələ gəlir. Deməli, həcm 25 litr azalmışsa, 25 litr ammoniak əmələ gəlmişdir və doğru cavab B bəndidir. İkinci test tapşırığına baxaq. Bu tapşırıqda azotun oksigen, hidrogen, litium və xlorla qarşılıqlı təsir sxemi və bu reaksiyaların baş vermə əlamətləri verilmişdir. Uyğunluğu müəyyən etmək tələb olunur. Bilirsiniz ki, azot oksigenlə 2000 dərəcə Selsidə, hidrogenlə katalizator iştirakında, litiumla adi şəraitdə qarşılıqlı təsirdə olur. Xlorla isə birbaşa reaksiya girmir. Deməli, testin doğru cavabı A bəndidir. Diqqətinizə görə minnətdaram. Dərsimiz sona yetdi.